Mən hər gün videolar çəkirəm, istər təmizlik videoları, istər məhsullarla bağlı, istər işlə bağlı. Hər gün çəkirəm qrupda, siz də paylaşırsınız hər yerdə. Biri var təkcə mənim özümü tanısınlar, mənə görə sizə gəlsinlər. Biri var sizin özünüzə görə də gəlsinlər. Siz nə edirsiniz? Hər gün bax məhsulları, bax stolunuzun bir güşəsini belə özünüzə aid eləyin. Evinizin bir güşəsini ayırın. Bax məhsullardan belə yanınıza qoyun. Sertifikat hazırlayıb çərçivəyə salın qoyun. Bax yetərli liderimiz dünən eləmişdi. Görün necə gözəl alındı. Daha sonra katalog mütləq stolun üstündə olsun. Gəlin, gedin bu məhsullar haqqında danışın. Bax hər gün bir məhsul haqqında danışın. Yəni mənim videolarım, qrupun videoları ayrı, siz lidersiniz. Hər gün bir videonuz olsun. Məsəl üçün bu kokteyl haqqında araşdırırsınız, bilməsəz belə. Qızlar mikrofonu bağlayardınız, zəhmət olmasa. Hər gün bir mövzu, bir dənə məhsul haqqında mütləq çəkin, danışın. Məhsulu əlinizdə tutun, hazırlamasanız belə. Onun haqqında əlinizdə nə məhsullar var da, onun haqqında. İndi bu dəqiqə gündəmdə olan kokteyllərdir. Çünki arıqladır, hamı da bu dəqiqə kilolu, mənim kimi maşallah. Ona görə hamı arıqlamaq istəyir. Həqiqətən amma çox gözəl tox saxlayır. Dadı isə möhtəşəmdir qızlar. Həqiqətən superdir. Ha, reklam deyil, bunu həqiqi deyirəm. Dadı o qədər gözəldir ki, tərkibində də kollagen var da. Neçə cürəsini almışam. Hələ 3 dənəsini də sifariş eləmişəm. Hər gün bir məhsul, əlinizdə nə məhsul var? Gündə bir dənə məhsul haqqında çəkiliş edirsiniz. Ondan sonra necə çəkilişlər eləyirsiniz? Baxın, təkcə məhsul haqqında yox. Ev işlərinizi görərək də. Sizə birazdan nümunə göstərərəm. Məsəl üçün elə stolun üstünü silirsiniz. Stolun üstünü silərək danışırsınız. Salam qızlar, necəsiniz? İndi ev işlərini görürəm, işlərimi görüm, bitirim, gəlib sizinlə danışacağım. Bax, stolun üstünü belə yığışırırsınız, danışın. Qızlar, ev işi yığışırım, gəlib hər birinizə geri dönüş eləcəyəm. Siz də gəlin komandama qoşulun, evdə oturaraq qazanın. İtirəcəyiniz nə var ki, ay xanımlar? Heç nə itirmirsiniz. Evinizə sadəcə 40 manatlıq məhsul dəftər belə açıq olsun əlinizdə. Evinizə lazım olacaq 40 manatlıq məhsul alırsınız. Sizə 33 manata gəlir, 7 manat qazancınız olur. O bir ay 45 manatlıq alırsınız, 50 manatlıq məhsul hədiyyə gəlir. Baxın ay qızlar, iş gördüyünüz yerdə bunu eləyirsiniz. Baxın ay qızlar, görün nə gözəl hədiyyələr qoyublar. Özə 5 ay fərqli hədiyyələr gələcək. Nə etirirsiniz? Güllərinizi suladınız, qavı qaşığı yudunuz, hər işinizi çəkin, paylaşın. Yaxşı qızlar, yəni çalışın, sizin özünüzü sevsinlər. Yəni sizin statusunuzu izləyə-izləyə, səhifənizi izləyə-izləyə sizə doğma biləcəklər. Bir də səs tonunu deyim. İndi səs tonu haqqında danışırım.